Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz dəyər və tip anlayışlarıdır. Qeyd edim ki, bu anlayışı yaxşıca dərk etmədən sonradan proqramlaşdırmada çətin anlar yaşayacaqsınız. Ona görə hal-hazırki videoda biz bu anlayışların fəlsəfi mənasına və həmçinin kompüter arxitekturasında necə işlədiyinə nəzər yetirəcəyik. Deməli, tip haqqında belə bir cümlə deyirik. Deyirik ki, dəyişənin dəyərinin tipi, niyə dəyişənin dəyəri dedik? Python dilinə özgü bir rəftardır bu. Dəyişənin dəyərinin tipi həmin dəyərin yaddaşda necə saxlanıldığını və üzərində hansı növ əməliyyatın aparıla biləcəyini müəyyən edir. Hələlik yenə yumurtalarla davam edirik. Deməli, yaddaşda necə saxlanıldığı deyəndə nəzərə tuturuq. Ola bilər ki, bu yumurta bu qabın içində bütöv şəkildə saxlanılsın və yaxud ola bilər ki, bu yumurta bu qabın içində sındırılmış şəkildə saxlanılsın. Misal üçün, bu şəkildə biz bir yumurtanı qırdıq. Artıq bu yumurtalar bütöv şəkildə yox, qırdıq və bu yumurtanı burada gördüyünüz kimi bu şəkildə oldu. Deməli, bunu bir ayrıca bir qaba qoyum. Qaba səliqəli burada biraz deməli atın bura. İndi isə diqqət edilək anlayışlara. Bir dənə də qabda bu yumurta bütöv şəkildə olsun. Bir daha bu cümləni təkrar edirik. Dəyişənin dəyərinin tipi həmin dəyərin yaddaşda necə saxlanıldığını və üzərində hansı növ əməliyyatın aparıla biləcəyini təyin edir. Misal üçün doğru misal versəm, bu yumurtanı əllə götürmək olur, amma yenə də eyni dəyərdir. Bu yumurtanı burada əldə götürmək olmur. Buna görə bunlar fərqli tipdə yumurta dəyərləridir və yaxud bu yumurta qaynadılıb paytaxt salatında istifadə oluna bilir vəziyyətdədir, amma qarışdırıla bilir vəziyyətdə deyil, gördüyümüz kimi. Digər bir yumurta isə bu yumurta qaynadılıb paytaxt salatında istifadə oluna bilir vəziyyətdə deyil, amma qarışdırıla bilir vəziyyətdədir. Deməli, bu dəyişənin tipinin xüsusiyyəti onu qarışdırıla bilir ola bilməsidir. Gördüyümüz kimi hər ikisi yumurtadır, hər iki dəyər eynidir, amma tip olaraq bunlar fərqliliyi təşkil edir. İndi isə bu anlayışları biz keçirik proqram kodlarında sadə, bəsit anlayışlar olaraq başa düşməyə. Deməli, belə bir şey. Fərz eləyək ki, bizim bir dənə yenə var A dəyişənimiz. A dəyişəninin içində saxlanılan dəyər bir ədəd olsun, diqqətli olaq. Cari vəziyyətdə biz ədəd, hələlik dərinə getmirik, ədəd və sətir tipinin müqayisəsini aparacaq. Sətir tipi. Gələcək dərslərimizdə isə, videolarımızda isə bu anlayışların daha dərininə girəcək. Deməli, A dəyişəninin dəyəri bir ədədidir. Yəni, hesablana bilir bir şeydir. N adlı dəyişənin dəyəri isə ona mənimsədilmiş bir simvoludur. Bir simvoludur. Yəni, misal üçün, hesablana bilir, bitişdirilə bilir. O əlin yumurtalıdır. Deməli, hesablana bilir, bitişdirilə bilir. Nə demək istəyirik burada? Əgər biz K adlı dəyişənə tutaq ki, N dəyişənini belə bir şey etsək, nə baş verir? Deməli, bu bizim plus dediyimiz işarə proqramlaşdırmada Python dilində, digər dillərdə də oxşar bir halları var. İki prosesi ifadə edə bilir. Birincisi, toplama prosesi var. İkincisi, concatenate, bitişdirmə prosesi var. Bu əməliyyatları icra edir. Bunun üçün biz görək. Burada etdiyi proses sətirlər bir-birinə bitişdirilə bilir olduğundan, bu N-in də dəyərinin bir simvolu olduğundan, buradakı toplama prosesini ifadə etməyəcək bu plus, bitişdirmə prosesini ifadə edəcək. Burada biraz böyük yazaq. Və bundan bizə verilən nəticə, yəni buradan artıq o tərəf kod yox, komment ilə ifadə edək.
Bundan bizə verilən nəticə 2 dənə bir simvolundan ibarət bir dəyərdir. Qeyd edim ki, sətir tipindədir. Sətir tipi bir sətirdir. Dırnaqla dəyəri göstərib fərqləndirə bilərik. Çapda fərq eləmir. Artıq bu A dəyişənində isə biz köhnə A dəyişənin köhnə dəyəri üzərinə gəlinsin bir ifadəsi istifadə etdik. Demək istədiyimiz nədir? Burada artıq A dəyişənin dəyəri də ədəd tipində və bu prosesə girən digər dəyər də ədəd tipində olduğundan qeyd edək ki, bu proses kommentlə buna bu şərh bölməsini ifadələyir. Göstərək, toplama prosesi olur və artıq 2 ədəd sətir tipi deyək buna. Bu bayaqki sətir tipi idi, ədəd tipində oldu. Ədəd tipində oldu. Yəni nə demək istəyirik? Tutaq ki, bizim nümunədə bu bizdəki n dəyişən olsun. Mən bunu yazacağam üzərinə. N adlı dəyişən dəyəri olsun. N. İkinci yumurtanı qoyub buna bir yerdə 2 dənə yumurta olur. Yəni burada 2 dənə bir vurma olmur, qaçışdırma olmur, bir yerdə olmurlar, yanmayan olurlar, bitişirlər. Bir növ bunları kleyləsəydi, əgər hal-hazırda bitişmiş olardı. Bu n dəyişən dəyərinin içində 2 deyil, 2 dənə yumurtadır. Amma digər bir nümunəmizdə bizim, tutaq ki, bu da olsun bizdə, bu çəngəlli bir şey, vilkanı, çəngəli hələlik kənara qoyaq, bu şirələyəcək hər yeri. Bu da olsun bizdə A dəyişəninin içindəki dəyər. Bu oldu bizdə A. A dəyişəni içində bir dənə yumurtanın miqdarını daşıyır. Yumurta deyil artıq bu. Miqdarıdır. Bir yumurta miqdarında yumurta içəriyi daşıyır. Və bunu biz başa düşməkdən ötürü ikinci bir yumurtanı buna əlavə edəcək. Bunu aşağı görməyinizdən ötürü mən bunu gətirəm, bura qoyuram. Və bir yumurtanı da bunun üzərinə əlavə edirəm. Hər yeri yumurtaladık. Deməli, bu da artıq burada oldu. Bu da artıq burada oldu. Bu yumurta da atdıq ora. Artıq bu yumurtalar ikisi bir yerdə bir şeydir. Necə ki, bayaqki A dəyişən dəyəri 1 ilə bu ikisi 1. İkisi bir yerdə bir miqdar ifadə edir. Sətir tipində isə miqdar ifadə etmə anlayışı yoxdur. 2 dənə yanmayan bir şeydir. Miqdar ifadə etdiklərinə görə bu iki miqdar bir yerdə artıq qarışmış olur. Yəni bizim faktiki olaraq bir yumurtanı o birisi yumurtadan ayıra bilmək deyə bir bacarığımız mümkün olmayacaq. Yenə də tip anlayışının, bayaqları dediyim cümlə fərqini, tipin xarakteristikasını biz burada görmüş oluruq. Daha sonra isə bizdə yəqin ki, belə bir sual bizi maraqlandırır ki, bəs müəllim, bu prosesə girən, bir daha qeyd edirəm, toplama plus işarəsi, həm bitişdirmə, konkatenate deyirlər. Bunu yazım. Prosesin adı konkat. Gəl burada belə deyək də. Concatenate prosesidir. Concatenate, yəni bitişdirmək. Yəni bu iki dənə yumurtanı bir yerdə bir şey kimi saxlamaq. Amma burada artıq bir yerdə bir şey kimi yox, faktiki bir yerdə bir şey olurlar. Yəni kimi yox, özü olurlar. Belə bir sual yəqin ki, sizi dediyim kimi narahat edir ki, bəs müəllim, mənə bir dənə yumurta, buradan götürmək də, çünki bu bizdəki n dəyişənidir, buradakı da A dəyişənidir, daha sonra belə davam edək, n dəyişəni bu arada biz n dəyişəni sonra da dəyişdirib K dəyişən eləmişik, çünki diqqətləsə n plus 1-i K-da saxlamışıq. Davam edək, dediyim kimi, yenə də həmin sual açıq qaldı. Hansı sualdır? Bəs müəllim, prosesə girən 2 dənə dəyərdən biri, söhbət Python dilindən gedir. 2 dənə dəyərdən biri sətir tipində, gəlin belə eləyək. Bunu sətir tipində, biri ədəd tipində, digəri isə sətir tipində olsa nə baş verər? Bu fərqli dillərdə fərqli rəftarlar ola bilir. Elə dil var, bunu toplama əməliyyatı kimi götürə bilir. Elə dil var, bitişdirmə əməliyyatı kimi götürə bilir. Python dilində isə, əziz yoldaşlar, bura artıq errordur.
Niyə görə error? Error dediyimiz şey, yəni xətadır. Niyə xəta? Necə işləyir ki, bu xəta olur? Bir daha deyək ki, bu bir sətir tipindədir bizdə. Ümidvaram çox çirkli görsənmir lövhə. Yumurtalı olmağını nəzərə ala bilərsiniz. Niyə bu errordur bizdə? Yəni bu proses edilə bilməz. Çünki Python dilinin yaradıcıları belə düşünüb ki, eynən bu həyatdan olan prosesdir. Tutaq ki, fərz eləyək ki, burada bir yumurtamız burada qırıq şəkildədir, bir yumurtamız isə bütöv şəkildə. Deyir ki, əgər bu bizim E dəyişənimiz olsun və bununla da yavaş-yavaş videomuzu yekunlaşdıraq, bu bizim E dəyişənimiz olursun. Deyir ki, əgər bunun üçün, deməli, belə eləyək, bunu rahat siz oradan görə bilərsiniz deyə bunun üzərinə qoyuram, qoya da bilmirəm, aşıq, neysə, bitər, yolun fikirləşək. Deməli, nəzərə alın, bu dərslər aşağı-yuxarı bədahətəndir. Deyir ki, əgər sən bir yumurtanı oradan, deməli, ədəd tipində, burada biraz yumurta əlavə edək, bir yumurtanı ədəd tipində, bir yumurtanı da sətir tipində yanaşı qoysan, bu istifadə oluna bilir bir şey vəziyyətindən çıxır. Yəni, artıq iyrənc bir şey yarandığından, nə bunu bişirə bilərəm, nə bunu istifadə edərəm. Yəni bu yumurtanı, bütöv yumurtanı istifadə etmək istəsəm pis gündə olacaq. Bu birisi artıq çirklənmiş olur. Çünki bildiyimiz kimi yumurtanın üzəri yad cisimlərlə, yeyilməyəcək cisimlərlə, bakteriyalarla və digər bir şeylərlə doludur. Yəni bu şəkildə bu errordur. Ən çox yoldaşların etdiyi səhv bunlardır. Qeyd edim ki, bu anlayış dırnaqarası baxılan anlayış olsa belə, qəbul imtahanında bir qayda olaraq əksər abituriyentlər 2 baldan 5 bala kimi bu biliyə görə itirir. Səbəb 29-cu, 30-cu suallar olur. Çünki tip converting eləmirlər və tip convertingin nə olduğunu isə biz növbəti videomuzda yavaş-yavaş deyəcəyik. Bugünkü video bir qədər uzun oldu. Daha da uzatmamaq üçün videonu burada dayandırırıq. Növbəti videoda digər hissələrdən danışacağıq. Belə video izahların gəlməsi üçün bir daha təkrar edirəm, kanalımıza abunə olub, bildirişləri açıq etmək lazımdır ki, video paylaşan kimi anında xəbərdar olasınız. Komment bildirməyi və videonu paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.